billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve huve hayru nasirin ve mu'in. Qalet Fatıma fece'elel imane tedhiren lekum mineşşirk. Hanım Zəhra gördü, Əmir-əl-Müminin haqqı qəsb oldu. Bir nəvər gərək durayağa bu haqqı alada. İstəyir deyə hər yerdə gördünüz bir dənə haqqı, nahaqqı oldu, dillənin. Sukutdan iştah çıxmaz. Xunsadan bir şey çıxmaz. Adam gərək bir corboza xərcə verə, bir səslənə, lağa gücün də çatmasa, bir fəryad eləyəsən, qaşqabaq eləyəsən. Acığın gələ bu işdən ki, ağa mənim acığım gəldi bu əməldən. Qərar da biz hər yerdə çırmalanaq meydana girək. Vəli qaşqabaq ki, eləyə billik. Düşməndən özümüzü ki, ayıra billik. Bədxahlardan ki, fasıla aça billik da bunu öz əlimizdədir da. Eləyə billik getməyək onların cəminə. Eləyə billik onları təyid eləməyək. Ona görə xanım Zəhra gördü, Əmir-əl-Müminin haqqı gedir, xop əbasını atdı çiyninə. Başına 5-6 dənə Bəni Haşim xanımları dövründə varid oldu məscidə. Məscidə pərdə çəkiblə. Xanım biz zəccə vurdu, tamamı kainat ağladılar. Xanım başladı, xutbə oxudu, Allah'a həmd elədi. Bir xutbə oxuyub gərək xanım Zeynəb oxuyan xutbəni Kufədə gərək nənəsi Fatıma ola, gərək atası Əli ibn Əbi Talib ola. Əvvəl Allah'ı bir həmd-ü sənə elədi. Həmd olsun o Allah'a ki hikmət veribdi, həmd olsun o Allah'a bəndələri yaradıbdi, əqli veribdi, qudrət veribdi. Sonra Peyğəmbərə iqrar eləyir. Ondan sonra müsəlmanlara deyir, ay mərdüm, əhkam-ı ilahinin mücrüləri yer üzündə süzsüz. Biz gərək namaz qılaq, biz gərək oruç tutaq, biz gərək cəhad ayaq usta saxlayaq, biz gərək gedək Məkkiyə, biz gərək əmr bi məruf və nəhyəz münkər eləyə. Ondan sonra buyurdu ki, ay mərdüm, fəcələl imanə tədhirən ləkum minəşşər. Allah imanı yarattı, tüsta süzləri şirkidən paçlıya. Şirkidən, bidinlikdən, Allaha şərik qərar vermədən paç olaq. Ağa biz əgər istəyək imanımız kamil ola, neyniyək? İmanı qəvi gərək kimdə ola. Ona görə Allah Quranda buyurur, ma cealallah li rəculin min qəlbəyni fi cawfi. Allah iki qəlbi verməyib, bir dənə qəlbi verib. Yəni bir qəlbi var. Ya Allahın yeridir, ya şeytanın. Ya dünyanın yeridir, ya ahirətin. Dünya olsun ha, pul qazanın. Nə qədər başarsız pul qazanın. Pul qazansın, əlində pul olsa. Görərsən bir dənə bədbəxt zindani alan bəxt danışır Qacay Nuriyanı. Bir dənə zindani bir ildə 3 milyondan xatirə qalıb zindandan quşəsində. 3 milyona xatir. Bu adamın 3 milyonu yoxdur. Verə özümü bəndi zindandan azad eləyə. Pul olsa bunu verirəm, ahirətimi alıb qoyaram qaf sənduğa. Qiyamətə mən qazanla behişti qoyaram başımın altına. Buyurur Allah insana bir dənə qəlbi verib. Ya Allah məhəbbəti, ya şeytan məhəbbəti, ya dünya məhəbbəti, ya ahirət məhəbbəti. Odur buyurdu xanım Zəhra. Allah imanı qərar verdi ta insanlar paç olala. Resed ademi be cایی که به جز خدا نبیند تا ببین چقدر بالاست مقام آدمیت. Hazreti İbrahim aleyhisselam vaxtı Allah'la danışırdı, gördü bir dənə dəryanın qırağında adam ölübdü. Yarısı düşüb bu adamın suva, yarısı da bunun eşikdədir. İçəridə balıqlar bunu yeyirlər bədənin, hərəsi bir tik aparırlar. Eşikdə də qutquş bunu yeyirlər. Səsləndi Rəbbi, ərəni keyfə tohyil mota. Xudaya mənə de görüm axı, sən bunu dubara nəcür dirildəcəksən. Nəcür bu zərrə olan İnsan ki hər heyvanın qarnında bir zərrəsi əczası gedibdi. Sən nəcür bula yığacaqsan bir yerə. Rəbbi ərəni keyfə tohyil mota. Qalə ələm tomin. İbrahim imanın gəlmi, iman gətirməyibsən mənə. İnanmayıbsan, hənuz şəkkindəsən. Qal bəla. Xudaya inanmışam, tanıyıram, sən qudrətini bilirəm. Lakin liyətməinnə qəlbi. İstəyirəm qəlbim aram ola. İstəyirəm gözümlə görəm sən nəcür ölüləri dirildəcəksən. Qiyamətdə bizi gətirəcəksən ərəsat-ı məhşərə. Allahım Teala buyurdu. Qalə fəxuz ərbətən minətdə. 4 dənə quş tutacaqsan. Bu quşların ətin küftə kimi dövəcəksən, lələyin, ətin, sümüyün, hamısını yumrulayacaqsan, 4 dənə hər dağın başına aparacaqsan, bir yumrusun qoyacaqsan ora. Və gələcəksən, bu yandan çağıracaqsan. Həzrət İbrahim rivayətdə var, 4 dənə quş ora tutdu, kəsdi. 5 xuruz, 2 morğabi, 3 kəlaq, 4 tavus. Niyə bu Həzrət İbrahim ayrı quşları tutmadı, bunları tutdu?
İstəyir də imana əgər istəyirsən yetişəsən, istəyirsən Allaha çatasan, istəyirsən olasan Əbəlfəzl Əbbas, istəyirsən oğucu imanda pərvırasan, bu 4 dənə quş numadı 4 dənə şeydir. Xurus nemadı şəhvətdir. Deyir, əgər istəyirsən yəqinə çatasan, şəhvəti gərək qoyasan ayağının altına. İnsanhay şəhvətran yəqinə çata bilməzlər. Bir dənə ziba xanımı görəndə, ziba ağanı görəndə imanları mütəcəccil olar, görərsən yoldan çıxdılar. Yəqinə istəyirsən çatasan, əvvəl gərək şəhvəti kontrol eləyəsən. Adam hər yerə baxmaz, adam hər səhnəyə baxmaz, adam hər filmə baxmaz. İnsana Allah bu gözləri verib neçə yerə baxar? Dədənənənin üzünə, Qur'ana, dəryaya. Peyğəmbər Xuda da hər oğul, hər qız məhəbbətlə dədənənənin üzünə baxsa, elə bir dənə həcci məqbul eləyir. Bir nəfər durdu, ya Rasulallah, mən gündə 10 seri dədəmin üzünə baxaram. Hər 10 seriyə bir dənə həcc, ya hər birinə. Həzrə burada hər birinə bir dənə həcc. Buyurdu, əgər istəyirsən imanın yəqinə təbdil olan yek, xurus nemadı şəhvətdir. Şəhvət rannunun qabağına. Bəzi adam şəhvəti, məsələn, əyyaşlığı var. Bəzi adamın heç bu işlərinin işi yoxdur. Lüt arvadı ötür qabağına və əslən baxmaz. Bu qudrətdən ötü ölür. Qudrətdən ötü can verir. Bir də puldan ötü can verir. Eşki puldur da. Yığa, nərdümə pozum verə, maşının ansınan eləyə, həyatın ansınan. Adət eşk eləyir da. Bundan enerji alır. Ki, deyə la filanin övüdür ya, filanin maşınıdır ya. Buyurdu, əvvəlin heyvan, əvvəlin pərəndə ki, Həzrət İbrahim tutdu başın kəsti xoruzudur. Niyə? Xoruz nemadı şəhvətdir. Xoruz nemadı şəhvət. Yəni istəyirsən Allaha çatasan, yəqinə çatasan, gərək şəhvəti neyniyəsən qoyasan kənara. Züheyr o adamlardandır, sərmayedardır. Zübeyr Osmanlıdır, heç Əmir-əl-Mominin tərəfdarı da Osmancıdır. Məsələn ayrı cinahdandır. Əmir-əl-Mominin oğlu İmam Hüseyin ağa vaxtı Məkkədən gəlir Kərbəla səmtinə, bu Züheyr qaçır İmam Hüseyndən. Görür qaçır. Deyir, bir cür vuracağım xeyməmi, Hüseynə rast gəlməyəm. Gələr üz vurar da məcburam gedəm onun tərəfini. Oturmuşdu, gördü pəyam və pey ki, Əba Abdillah Hüseyin əleyhissalam varid oldu. O Əba Abdillah ki, eşqə həm səni çəkib bura, həm məni, həm xidməti ilə dərdaiyə bir qudrət verib ki, pulların xəşliyələ və milləti bir eşqə ərbabı bir kəfən yığala bura. Nəqu ki həstəm o minnət bəri vücudəm mən, əgər nəbud Hüseyin Əli nəbudəm mən, به خاک معرکه دانی به خون خود چه نوشت آینه حضرت ودودم من، به گریه عاشق آتش دلی چه خوش می گفت که ای مسیح که راز تو را گشودم من، یا عیسی ابن مریم به گوش مرده چه گفتی که زنده شد؟ گفتا حسین گفتم و محشر به پا نمودم من. Züheyrə gəldi ki, İmam Hüseyin səni çağırır. Züheyr dedi, mənim Hüseyinlə işim yoxdur ki. O işi var, o gəlsin, mən gedəmmərəm. Xanımı dedi ki, Zəhra balasıdır, izzət ehtiramı vacibdir. Tu get gör, nə mənə deyir, foqu qəbul eləməsən də qoy ki. Getdi Züheyr, hənuz indiyəcə heç kəs bilmir. O xeymədi İmam Hüseyin Züheyrə nə görsətdi, nə dedi. O Züheyr ki, qaçırdı İmam Hüseyindən, çıxdı xeyməsindən, gəldi xanımına dedi, səni təlaq verdim, sirvətim damısı sənin, məni sən Allah Hüseynindən ayırma. Xanım həlan da bilinmir ki, İmam Hüseyin ona nə mənə dedi, nə görsətdi, nə oldu xeymənin içindəki. Bu Züheyr ki, müxalifi, mütləqidir, indi ölür İmam Hüseyindən. O kəsdir ki, durdu İmam Hüseyin qabağında, İmam Hüseyin namaz qıldı, oxlar dəyirdilər Züheyrə. Oxlar dərdilər, deyirdi, mən yıxılmaram Zəhra balasının abrusunu hifz eləyəcəyəm. Xanımı dedi, mən də gəlirəm. Dedi, da xanım, sən gələnməsən. Dedi, yox, sən Hüseynə köməkli elə. Mən də adamsız Zeynəbə köməkli eləyəcəyəm. Bax, insan bir mərhəliyə çatar, onlar yəqin. İmam Hüseynin cələsəsində məskər eləməz. Qərə köynə məskər eləməz. Hanı şafa alıblar, alanlar alıblar. Bu iki alanmırıq, günah bizdədir. Çünkü niye iman etiqadı ki döhtürə varım İmam Hüseyin'e olsa 100% alaram. Tamamı döhtürlər əlləri üzüləndən sonra ki mərz istəyirlər öldürələ deyərlər gedin dua eləyin. Əvvəldə o döhtür etiqadına mərzi duanın tərəfinə yolluyor. Ha vallah o mərz düzələr. Vəldə ayaqdan salandan sonra deyir get dua eləyin. Pulun alandan sonra deyir get dua elə. Və əvvəldə deyir get dua elə. Dua ilə hər nəmənə həll olar.
Dualarda əsər var, sözlərdə əsər var. Buyurdu, əvvəlin pərəndəki Həzrət İbrahim tutdu, başını kəsdi. Xurus nemadır, şəhvətdir. Yəni, əgər şəhvətin kontrol eləsən, yəqinə çatarsan. Kontrol eləməsən, kəlləs üstə yerdəsən. İkinci morğabi, ördək. Ördək nemadır, şəkənpərəstidir. Ördək başın salar lehlərin altına, aşqalları vurar ağzı ilə, o yan bu yana tabi şey o lehlərin içindən tapayıya. Ona görə deyil, nemadı şikəmpərəstidir. Qabağın almasın, qarnını nabud elər. Amma bu qarnını kontrol eləsən, qarnını hər çörək yeməsən. O dostların biri, Həzrət Ayı Mürəbbaszadə səlləməhullah, vaqən ustadı xitabədir. O bəndə xuda deyir, mən getmişdim çöldə, bir nəfər gördüm, inək otarır. Yerdən bəzi alaqları dərdim, qarayın ki, bu inəklərə bir ehtiram qail olan, bir izzət qail olan da zəhmət zəhmiyə əncin, məsələn, fişara sala bula qopardı, apardım, tuttum qabağına, bunlar yemədilər. O çoban onları otaran dedi, dadaş, onlar yeməz ki, dedim, niyə? O dili ilə dedi, seçir nə mənəni gərək yiyə. Fəlyanzur ilə təamək. Yəni insan helal xor ol. Hər gələn pula əl vurma, hər gələn qəzaya əl vurma. Əgər istəyirsən imana çatasan, yəqinə çatasan, gərək bu qarnının qabağını alasan. Və illa hardan gəldi, ötür içəri də o adamı imana yetirənməz ki, elə Kərbəladı İmamhüseyni öldürənlər müminini həramxorudurlar. Müsəlmananı həramxorudurlar. Haram yeyirdilər. Və qət muliət butunukum minəl haram. Buyurdu, sevvamin pərəndəki Həzrət İbrahim tutdu, başını kəsdi, qarqaydı. Qarqa nemadır? Qudrətdir. Zərəngi və bahuşidir. Nemadır? Qudrətdir. İstəyirik şura yazılaq, istəyirik məclisə gedək, istəyirik rəis cümhur olaq, istəyirik məsələn dehyar olaq, istəyirik məsuliyyət tabaq, əzəmdən heyyətümənə məscid olaq, istəyirik mallı olaq, burada mənbərə gedək. Görsən o birisi gəlir, zirabın vurur. O birisi gəlib 1000 dənə ənci bu birisinə yapışdı. Ədə bu dinsiz də hamını qoymayın ha bura. Bu gəlsəzün özü xacağa babamını nəyə çağırıbsınız? Aləmin başına böt qoyub, sizin də başınıza böt qoyar. Niyə? Deyir, əgər özü saxlaya bildin, əgər qudrət tələbliyin qabağını aldın, çatacaqsan imana, yəqinə və illa insanı kəlləs üstə vurar yerə. Dördüncü pərəndəki Həzrət İbrahim başın kəstiminin ətin qatdı bir-birinə nə idi? Tavus. Tavus nemadır? Zibai. Nemadır? Zibai ki, əlan Bursudadır da. Qədimləgən birdən görəydim, biri gəlir, məsələn, deyərlər filani, maşin malı xodeti, məsələn, maşin özündür, həmsayandır, dostundur. Ağa kod malı xodeti, xeyli betmiyad. Ağa məsələn, kəfşə malı xodeti, az koca girifti. O da dedi, yox, bu bir dadaşımın içidir, almışam əmanət ki. İndi millət da demir malı xodeti, indi deyir, damağ malı xodeti. دندونا چی؟ مال خودته سیرامشه لیپسن üstün لبا مال خودته اصلا خودتی یا ayrı yerden gelipsen o da hanım Fatıma Zehra salamullah aleyha fece'lel imane tedhiren lekum mineşşirk. Allah bu imanı karar verdi ta merdum şirkiden, botperestiden, dinsizlikten necat taparlar. O da buyurdu, sonra neynədi? İstəyir fəlsəfəyi əhkamı deyə. Biz namaz qılırıq, nə olsun? Mən namaz qılmaram, vəli ürəyim payətdir. Çox adam deyər. Mən namaz qılmaram, vəli köməkli elərəm. Mən namaz qılmaram, fəqət mən namaz qılmaram, istəyir bir buruq verəm. Mən namaz qılmaram, bir buruq. Niyə qılmasan? Sancun var qarnında, nə indi? Namazı da qıl, köməklik deyirlər. Nuru əla nur olsun da. İki dənə nuru qoy bir-birinin üstünə. Mən namaz qılmaram, bu cür elərəm. Mən namaz qılmaram, o cür elərəm. Mən namaz qılmaram, məşrub içmərəm. Mən namaz qılmaram, nemidünəm, oğurluq eləmərəm. Mən namaz qılmaram, ixtilas eləmərəm. Xeyr, namaz qılmasan, cirüvə keçmir. Cirüvə keçir, ixtilas deyirlərsən. Hələ oradan məlum deyil ki. Eləməz elən çöldə dərəvə barıblar. Arpa dərməyə bilə, dərdə o iş mən naməhrəmə baxmaram ki. Ya burada naməhrəm var işdən baxasan. Var baxasan, yoxdur ki, neynəyəcəksən? Çalılara baxacaqsan, xocabaşılara baxacaqsan, tikanlara, nə məniyir? Get metrova, gözlərin hədəqədən çıxır, ha? Ajiri xətəri vurur baş qulağın. Hansı çöl? Bizim çöllərdə işletiyoruz.
Bəli, çöllər, bəli, ağa da qəşəng yer işarələdi, parçılığa buyurur ağa. Bəli da, ağa. İndi millətin bir iddəsinin adəti budur. Man məhəllindən çıxandan sonra şəlvarəklə gəzir çöldə. Çünki tanıyan yoxdur ki. Burada məsələn görürsən, ha, birdən çarraq düzərlik salır, gəlib səriyində şəlvarəklə dolanır, məsələn. Çünki tanımırlar ki. Gendən görən deyə də vaxansı sərmayadardır, gəlib burayı. Bizlər üçün pis adətimiz var. Deyir, bəlkə çox pullu oldu, gərək velenqovaz ola. Gərək biybendubar ola. Dərhal ki, bu cür dedi, elə pullular var ağa balası kimin. Elə pullular var kişi tamamdırlar. Elə pullular var vəllah nə qəd giriftarın əlindən tuturlar. Elə pullular var pulları ilə pol vırıblar. Qiyaməti abad eləyiblər, ahirəti abad eləyiblər. O da deyir ki, Allah fəlsəfi əhkamı xanım Zəhra mətrəh eləyir orada. Məsciddə deyir, ay mərdim, bilirsiniz Allah sizə deyib, niyə namaz qılın? Niyə? Ağa biz gərək elə namazı bu cür qılaq, bəli, gərək Peyğəmbər nə cür buyurub o cür qılasan. Olmaz biz oturaq yer elə hamısın yerdə deyə. Deyir, yox, qiyamda bir hikmət var, rüküdə bir hikmət var, səcdədə bir hikmət var, təşəhhüddə bir hikmət var. Əlavə bər bunlar, ələn danışməndilər deyirlər, bu bir dənə vərzişdir. İnsan hər gündə 5 vədə vərziş eləsə, bəzi mərzililərin də qabaq alınır. Munta əlavə bər o, bunun əməli təəbbududur. Niyə Allah məsələn namazı niyə vacib eləyib Allah? Ha, niyə vacib eləyib? Yazan nə olsun namaz qılırıq? Xanım Zəhra bu xutbədə buyurur. Buyurursunuz Allah niyə namazı bizə vacib elədi? Vəssalatu tənzihən ləkum ənil kibr. Allah istədi o əzəmətli adam alnın qoya səcdiyə təkəbbürdən fasilə aça. Deyə Xudaya mən zəlil bəndiyəm ha. Hər nəm var səndəndir. Qudrətim, pulum, sirvətim, dövrəm. Hər nə mənəm vardı Xudaya səndəndir. Mən bu əzəmətin sahibi sənin müqabilində üzü üstə düşürəm toprağa. Allah namazı qərar verdi. İnsanlar neyniyələr kibridən, xodpəsəndidən uzaq gəzib təvazuğa üz gətirələr. Ta təvani delibə dəstavər, del şəkəstən hünər nemi başər. Namazı hallı qıl, hallı Allahın anda, yıxıl torpağa, den Allah nə mənə varımdı sənin deyə. Xudaya mən kiməm? Mənə bir dənə əlil uşaq versəydin, neynərdim? Mənim əgər öz bədənim zəlik, zəif olaydı, bir qisməti hərəkətdən qalaydı, neynərdim? İnsan indi bilmir ki, Əmir əl-Mominin burada neçə şeyin qiymətini neçə yerdə bilinlər. Məriz bilər səhət bədən nəyə deyərlər. Belin bir dənə rəcbərəc olur, bədən tutur, bəran ki, əzulələr bir-birini tuturlar, ta ağrımaya tərəfdə bir dənə yerdən qalxa bilmir. 20 gündür üzü quyulu sürünür. Biri deyir diskidir, biri deyir belüvə küpsal, biri deyir istəxrıda yol get. Gör nə qədər sözlər deyirlər. Allah bir ləhzə onun damarları bir-birini çıxıb üstünə bel tutulub da təkan yeyə bilmiş. Şası səhəlib böyür üstə qalıb. Nə işə gedə bilir, nə maşında foş fərmanda otura bilir. Amma o ki açıldı səhərdir dedi, o belim yaman düzəlib. On bilir, ha o adam bilir. Vəli mütəssivana bu insan düzələndən sonra mərdçiliyi yaddan çıxır. Elə ki tufandan keçir sahilə də tufanın o qorxusu yadından çıxır. Elə ki yaxası qalmışdı əllərdə deyirdi Xuday məni buradan qutar nökərəm sənə abırım getmə. Allah qutardı ki həmin adam dövrü vurdu ayrı qapıdan girdi o günahın içinə. Buyurur əgər istəysən biləsən Allah namazı niyə qərar verim? Allah namazı qərar verdi və salatən tənzihən ləkum ənil kibr. Ta biz təkəbbürdən ayrılaq üz gətirə təvazı. Oftadı qiyamuzgər talib feyzi hərgez nəxurəd ab. Zəmini ki boləndəsün. Məddahlarımız oxudu, Cahid Daskər oxudular və biraz da ziyarət-i aşura çox gözəl bərnamədir. Bu ziyarət-i aşuranın hər gecə inşallah olsun. Biraz da ki da biz bir vaxt başlamışıq. İnşallah hamı da müntəzirdirlər əz nəfəs-i Davudi və mələkuti. Əziz-i dil münacat Abəkay Abdullahi əziz ki, insafən qəşəy oxuyandı. Bugün hamımız məstəfeyz olacaq. Çünki bir vaxtda qalsaq yorulluq da. 5 dəqiqə mənim vaxtım var. Bir dənə balaca roza ta müqəddim olsun. İnşallah az nəfəsi gərmi. Hacət Abəkay Abdullahi əziz istifadə eləyəcək. Məhəbbət buyurun xanım Zəhranın, özünün, balalarının, şiəyan xanım Zəhra, dostdaranı xanım Zəhra. Baxın bura gərək cəməni çox yekə götürəsən. Allah əli aza getmir. Allahın əli aza getmir. Deyir, sən də əlin aza getməz. Təhdədəmi yox. Allahum məğfir lil mu'mininə vel mu'minat vel musliminə vel muslimat əl-əhyai minhum vel ənvat
tabi beynena ve beynekum bil hayrat. Yani ne mene yeryüzünde mümin var, ne mene mümine hanım var. Müselman ağa, Müselman hanım, hamılar ki ölüp gediblər ruhilərinə bu cəminə vatinə belə bir nurani salavat xətmirlər. Kovacay da asker okuyan yerden 2 cümle inşallah ta cələsə amade olsun ki buyurdular. Hanım özü geldi şəxsən Əbu Bəkirlə danışdı, fədək qəsb olub. O bağdı ki Yahudilər vermişdilər. Peyğəmbərə bağışlamışdılar, hibə idi, bir nəvdə hədiyə idi. Hanım da hədiyəni vermişdi xanım Zəhraya. Peyğəmbər o hədiyəni təqdim elədi xanım Zəhraya. Elə ki Peyğəmbər dünyadan getdi, müsadir elədilər, hamısını əlindən aldılar. İstədilər əlinin əlində kömək malı qalmıyor. Bir məmləkət istərlər fələc eləyələ, iqtisadın yatırdarlar. İqtisad olmasa işdət yoxdur. İstədilər əlinin əlinə əz-nəzər nizamı ki bağlamışdılar, əz-nəzər iqtisadı da əlini eləyələ bir dənə fələc qoyalar ora, aldılar, tutdular. Dedilər Peyğəmbərlər özlərindən sonra irs qoymazlar. Amma xanım Zəhra getdi və istidlalhay mütəfavit sabit elədi ki bu hədiyədir və hədiyəni də bir nəfər verib birini onu ondan almazlar. Qəbaləni Əbu Bəkir imzaladı, xanım yolda gəlir. Ömər çıxdı qabağına, hardan gəlirsən? Dedi, mən getdim bu xəlifə ilə danışdım, sənədimi almışam. Dedi, xob ver, mən də 16 imzalayım, sənədi mötəbər olsun, möhkəm olsun. Xanım buyurdu, sən bir seri mənim ürəyimi sındırıbsan, sən mənim qapımı yandırıbsan, sən xof, rob, vəhşət salıbsan bizim ürəyimizə, sən də mənə xeyir gəlməz elə bu bir dənə imza kifayət elər. Nə qədər israr elədi, xanımdan alanmadı. O zalim qolların açdı, yolun sağ o solun tutdu, kişi yol kəssə hətmən, övrətə rahı fərar olmaz, o zalim bir cinayət eylədi, misli dubar olmaz. Nələr oldu Allah ələm. Əlin qalxızdı qeyz ilə bətulə vurdu bir sili, dedi Allah. Üzüm yandı belə suz o qudaz olmaz. Ayağa durdu. Üzü dəydi duvara, xanım yıxıldı torpaqların üstünə. Ayağa durdu. Zəhmətlə əbasın başına saldı. Yavaş yavaş vardı oldu Duduman imaməti. Xanım Zeynəb qaçdı nənənin müqabağına. Nənə hardaydın ben ya? Libaslan torpağa bələnib. Görəsən nənə indi gərə çərşabdıya kotdu adam bir yerdə. Hay olan savaşı beləyib sən. Libasların niyə bu cür olublar? Qızdı da nənə. Və həl üzüyü niyə tutubsan məndən? Libaslan niyə torpağa batıb? Xanım buyurdu, yol üstündə yıxılmışdım. Libasım toprağa batmış. Dedi nənə, səlamət yol gedə hər kim libasında qubar olmaz. Nənə, üzündən niqab rədd ilə görüm nə olub. Xanım ümanət elədi, ərz elədi, Hüseyin qardaşımə xatir niqabın rədd ilə yüzdən. Cəmalın pərdədə qalsa məlalın aşkar olmaz. Niqabın rədd edib Zəhra göründü silinin rəddi. Görübsüz üz-üzə möhkəm birdən. Bunlar üçün biz qabaq müsabiqata gedərdik. Adamın üzünə bir yumuraq dəyə, ya məsələ məxsus gözün qabağı tez fori şişər, ona gətirərlər bir yumuşaq bir zat qoyarlar. Məxsusən abiyəx qoyarlar ki, o su qoymaya bu üz şişə. Xanım varı doldu övə, gördü üzü bətər yanır da, əl ağır əl. Xanım Əbi Abdillah xırda uşağıdır. Bastı bağrına, ahistə o sili dəyən üzün dayadı Əbi Abdillahın mübarək üzünə. Çox amadəsiz ha, ürəklərinizdə fəqət bu əlaməti məhəbbətdir. Mən Ruza xan deyirəm və ilə də Ruza başarmaram. Və iqrar da eləyirəm buna, etiraf da eləyirəm. Bəli, bu sizin məhəbbətinizdir, bu eşqidir, öz ürəklərinizdən coşur. Üzün qoydu Əbi Abdillahın o mübarək üzünə. Üzü belə aram oldu, axı Hüseyin. Bala, üzüm aram oldu, bala, borcum olsun, inşallah sənin əvəzin çıxaram. Yüz-yüzə qoydu Hüseyin ilə o məhkumu bəla. Qu iyasili dəyən surətinə aldı dəva. Dedi məzlum canı və Fatimənin canı fəda. Bala, hürmət etdim mənə ey seyyidi varəstə məram. Bala, borcum olsun əvəzin xuli evində çıxaram.
Şehri Yesrib'de senin dergah yanmış nenüve. Kulünün hayali diyar Allah, gecenin alemi durdum, gördüm tenurden nur kalkır. Dört mücellelene bu tenur döreli, biri dersen sana va kurban bala, biri dersen sana Meryem kurban bala, biri dersen sana Sara kurban. Gördüm bir cavan nene durdu ayağa, üzerinden öven bala. Üzen şehri Yesrib'de senin dergah yanmış nenövem. Der o divar arasında yaralanmış nenövem. Fize geldi sedası ucalanmış nenevem. Bala başımı şimdi kesende, balam ey vay demişem. Zeynep